Səhra fırtınası sükutu necə pozarsa, Əli babanın səsi də Qasımın ümidsizliyini eləcə dağıtdı. Əli baba qardaşının başına qəza gələ biləcəyini canında hiss etmiş, onun arxasınca bu tilsimli məkana gəlib çıxmışdı. Sehirli sözləri deyib mağaranı açdı və qardaşını qaranlıq məzardan çıxararcasına qucaqladı. Qasım sarsılmışdı. O, qızılın soyuqluğu ilə qardaş qucağının hərarəti arasındakı fərqi ilk dəfə bu qədər dərindən duyurdu. Əli baba pıçıldadı. Qızıl adamı zindana salar, amma qardaş sevgisi o zindandan xilas edər. Onlar tələsik uzaqlaşarkən həyəcandan sehirli sözləri deyib mağaranı tam bağlamağı unutdular. Ertəsi gün quldurlar mağaraya dönəndə sirrin ifşa olduğunu anlayıb şəhərə gəldilər. Cəmaata qarışdılar. İnsanlar arasında dolaşan pıçıltılar, söhbətlər onları düz hədəfə apardı. Quldurlar bir-birinə baxdılar və sirri öyrənənin Əli baba olduğunu anladılar. Beləcə Qasım və Əli babanın izinə düşdülər. Bir gün quldurlar libaslarını dəyişib zəhərli ilan kimi Əli babanın təzə açdığı dükana girməyə qərar verdilər. Lakin quldurların hesab almadığı bir qəhrəman daha vardı.